Özbəkistan liderlərimizlə, müdürümüzlə söhbət edəndə onlara belə bir sual verdik. Nə qədər maaş alırsınız Evsaqda? Kaç para yəni? Müsahilə müdürüm də yanımdadır. Vasiliya xanım, Vasiliya müdürümüz və altından müdür çıxarmış direktoru vardı və yolda olan 2 direktoru vardı. İnşallah tezliklə müdür olacaqlar. Evet. Vasiliya xanım, nə qədər maaş alırsınız? 15.000-17.000 dolar. Dolar. 15.000-17.000 dolar. Və sənətiniz? Sənət. Sənət? İxtisas, əmək. Nə? Mütəxəssislik mi? Mütəxəssis. Mən ev xanıyım. Ev xanımı və Evsaqdan 15.000 dollar pul alır. Hər ay. Sizlərdən təklif qılaman. İndi türkçə bilməyəm. Ayt olmayım gəp. Və bu bizim bronz liderimizdir, müdür adayımızdır. Müdür adayımız nə qədər maaş alırsınız Evsaqdan? 2000 dolar. 2000 dollar. Bu da bizim müdür adayımızdır. Nə qədər maaş alırsınız? Özbəkistan. Я получаю, можно на русском? Olar, danışırız. Азербайджан, ассалам алейкум, добрый вечер, добрый день. Я с Узбекистана, просто бронзовая команда лидер, но получаю сейчас 1000 долларов. Это еще цветочки. Я еще продаю хорошо, поэтому моя зарплата 10 000 долларов. Ого! Ay maşallah. Və bizim müdürümüz. Özbəkistan müdür? Özbekistan.